Barama qurdu saxlayırıq, artıq 17-ci gündür. Artıq evimizin yolunu unutmuşuq deyə bilərəm. Çünki işimiz gündən-günə daha da çox çətinləşir. Bu dəfə də yenə çölü əraziyə yollandıq. Qurd üçün daha çox yemək toplamağa və vlog boyunca da sizin ən çox verdiyiniz sualları cavablandıracağam. Keçən dəfəki vlogda da sizin bəzən qaranlıq qalan məqamları izah eləmişdim. Əgər həmin vlogu izləməmisinizsə, səhifəyə keçirərək izləmənizi tövsiyə edirəm. Ən çox gələn suallardan birisi də biz qurdu hardan əldə edə bilərik? Ümumiyyətlə yaşadığınız ərazidə bələdiyyə ilə əlaqə saxlaya bilərsiniz ki, qurd saxlamaq istəyirsinizsə, onlar sizə pulsuz şəkildə qurdu təhvil verirlər. Amma öncəki bunu qeyd edim ki, göründüyü qədər asan bir iş deyil. Qurd saxlamaq üçün öncəki sizə böyük bir yer lazımdır və əlavə olaraq da çoxlu sayda çəkil ağacları. Biz 80 qram qurd götürmüşük və həddindən çox yer tutdu. Təbii ki, götürdüyünüz qrama görə də yeri müəyyən etmək olar. Bu arada biz qonşumuzla bərabər, yəni şərik olaraq saxlayırıq. Bəs bundan sonra biz nə xeyir götürürük? Gəlin bunu da cavablayım. Bu qurdlar böyüyəndən sonra barama hazırlayırlar. Bu barədə daha ətraflı əvvəlki vlogda paylaşmışdım və sonda biz həmin baramanı geri dövlətə təhvil veririk. Təbii ki, ödəniş qarşılığında. Yəni siz qramla qurd götürürsüz, amma qaytardığınız zaman kiloqrama çəkisi olur və bu çəkinin də qiyməti hər il müxtəlif qiymət olaraq dəyişilir. Qısacası təhvil verərkən ödəniş qarşılığında təhvil vermiş olursunuz. Sizə maraqlı olan başqa suallar varsa yorumda qeyd edə bilərsiniz. Bu arada növbəti vlogda barama qurdu nə qədər böyük yer tutur və onların yerini necə dəyişdiririk, onları sizə göstərəcəm.